Xırdalan şəhərində Avpark yaşayış kompleksində qanuni 3 otaqdan ibarət əla təmirli mənzil təqdim edirəm sizlərə. Mənzilimiz çox təcili şəkildə satıldığı üçün qiymət bazar qiymətindən aşağı seçilib. Tam qanuni 2 otaqdır, yel çəkən mənzildir. Yəni bugünkü gündə belə mənzillər çox təsadüf hallarda satışa çıxır. Təqdimata başladıq qonaq otağından. Görürsüz, belə bir gözəl, səliqəli qonaq otağı var. Xırdalan şəhərində yerləşir. Bildiyimiz kimi Avpark yaşayış kompleksində bütün yaşayış üçün hər bir şərait yaradılıb. Yəni daxilində məktəbi, bağçası, böyük ticarət mərkəzi, yaşayış obyektləri tam yüksək səviyyədə şərait yaradılıb. Qonaq otağını təqdim etdim sizlərə, gördüyümüz kimi bu şəkildə. İndi isə keçək mənzilimizin digər hissələri ilə daha yaxından tanış olaq. Yerləşir mənzilimizin əsas giriş qapısı. Tam qanuni 2 otaq 77 kvadrat metrdən ibarətdir. Girişdən daxil olarkən belə bir dəhliz, sağda qardırob şkaf yığmaq üçün belə bir yer nəzərdə tutulub. Bir daha gedirəm, şəxsi istifadə üçün çox gözəl, səliqəli şəkildə təmir olunub. Yel çəkən mənzildir, 77 kvadrat metrdən ibarətdir. Tam qanuni 2 otaqdır. Baxın, bu şəkildə yataq otağıdır. Mənzildə olan əşyalar demək olar ki, hər biri qalacaq. Yataq otağını gördünüz. Əla bir proyekti var. Şəxsi təmirli mənzildir, yaxşı təmir olunub. Xırdalan şəhərində Avpark yaşayış kompleksində yerləşir. Bina 7 mərtəbədən ibarətdir, mənzil yerləşir 5-ci mərtəbədə. Bu hissədə sanuzeldir. Tam aksesuarlarla təchiz olunub. Kommunallar fasiləsiz olaraq verilir. Burada təqdim etdim sizlərə qonaq otağını. Bu hissədə oldu yataq otağımız. İrəliləyirik. Bu hissədə isə mətbəximiz yerləşir. Proyekt olaraq çox gözəl proyektdir. Metlaq olan hissələr isti döşəmədir. Bu hissədə mətbəximizdir və bu hissədə eyvan hissəmiz var. Belə bir eyvanımız var. Dəyərli izləyicilər, Avpark yaşayış kompleksi Xırdalan şəhərindədir. Sizlərə belə bir gözəl mənzil təqdim etdim. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTok'dan izləyə bilərsiniz. Sizin də belə gözəl mənzilləriniz varsa satışda, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.